Balakən şəhərinin Qazma kəndində həyət yanıb, saçra çıxarılır. Yol tərəfdən yonma kubik ilə hasar alınmışdır. Evin iki giriş qapısı var. Gördüğünüz ikinci qapıdan fındıq bağına daxil oluruq. Qeyd etdiyimiz iki dana evin giriş qapıları var. Evin üst örtüyü dəmir çerepitsadır. Həyətinə metlaq düzülmüşdür. Dəmirdən yığılmış üzüm navestidir. Girəcəyin sağ tərəfində həyətinə aid ayıq yolsudur. Gördüğünüz kimi bir neçə yerdə kamera sistemi quraşdırılmışdır. Həyətində iri, geniş, açıq navesti var. Yay mətbəxi kimi istifadə olunur. Yenə arkaya çıxış qapısı var, giriş çıxış qapısı vardır. Yeri məxlaqdır, keyfiyyətdir. Gördüğünüz bu hissə açıq navesti 6 metre eni, 15 metr uzunudur. Baş tərəfində belə bir otaq var. Yəni yataq otağı kimi də istifadə edə bilərsiniz. Bu otaqda yetərincə genişdir. Navesti çox səliqəlidir. Bu hissədə də uqolniklər, dəmir uqolnikdən istifadə olunmuş. Aralığı dəmir setkadır. Pazvallı evdir. Girəcəyində dəmir seyfli qapıdır. 12 pilləkən torpaq səviyyəsindən hündürdə tikilmişdir. Bu hissədə də girəcəyin sağ tərəfində mətbəxdir. Hamamı, ayaq yolusu evin içərisindədir. Girəcəyin sol tərəfində geniş qonaq otağıdır. Tavanı alçıpandan işlənibdir. Gördüğünüz kimi otaq çox genişdir. Bu hissədə yine yataq otağıdır. Tam təmirlidir. Deməli, qonaq otağından otaqlara bölünür. Gördüyünüz bu otağa baxdıq. Yenə geniş yataq otağıdır. Bütün əşyalar
evdə qalacaqdır. Ev əşyalı satılır. Qeyd etdiyim kimi evin hər bir tərəfində kamera sistemi quraşdırılmışdır. Bu hissədə də, bu otaqda da yəni qonaq otağı kimi istifadə olunur. Sol tərəfdə yenə yataq otağı. Hər tərəfdən pəncərələri dəmir ilə reşotkaya alınmışdır. Pəncərələr plastikdir. Gördüyünüz kimi hər tərəfdən də yonma kubik ilə işlənmişdir. Yeni barıdır. Cüt daşdan tikilmişdir. Bütün əşyalar evdə qalacaqdır. Gördüyünüz hər bir əşya. Satışa çıxarılan ev 5 otaqdan, mətbəxdən, ayaq yolusu hamamı evin içərisindədir. Evin arxa tərəfində çardaqlı mal damı. İki tərəfdən gördüyünüz kimi gələn motorsuz çıxan suyu var. Yəni işıqsız, motorsuz çıxan suyu var. Daimi su gəlir. Bu hissədə soyuq damı kimi istifadə olunur. Ön tərəfi kərpişdən və dəmir qapı qoyulmuşdur. Yan tərəfdə şürəsi. Torpağın bu hissəsində də evin aqarotudur. Ön tərəfdə gördüyümüz qapılar yol tərəfdən qeyd etdiyim ikinci giriş qapılarıdır. Yəni ayrıca qapılar qoyulmuşdur. Fındıq bağı üçün girişə. Qeyd etdiyim kimi öz axarı ilə iki tərəfdən gələn suyu var, motorsuz. Gördüyünüz kimi bu hissədən keçir. Hektar yarım torpağı var. Evin də və gördüyünüz bağın da ayrı-ayrılıqda kubçaları var. Hektar yarım torpaq sahəsidir. Hal-hazırda gördüyünüz iri fındıq tomalardır. 140 toma. Tomalardan əlavə bir neçə iri qoza ağaçları var. Otu da var. Sezon vaxtı təxminən bir 75-80 pres otda olur. Satılan yurdun gördüyünüz kimi qonşular ilə aralıq şifir ilə hər tərəfdən bağlanmışdır. Qazı, işığı, suyu, interneti daimidir. Yəni iştək haldadır. Evin ön tərəfindən marşrut keçir. Məktəb, bağça yaxınlıqda yerləşir. Bir daha qeyd edirəm, evin içərisində gördüyünüz əşyalar evdə qalacaqdır. Heç bir əşya götürülməyəcəkdir.
qeyd etdiyim gibi bağçadır, məktəbdir, marşrutdur, ön hissədən keçir. Hər ikisinin ayrı-ayrılıqda kubçası var. Evin də, fındıq bağının da. Qiyməti videonun altında qeyd olunacaqdır.